Həmçinin dəyərli qardaşlarım, sünnə əməllərdən Allah Rasulü buyurur ki, əgər qardaşını sevirsənsə, bunu ona bildir. Əgər qardaşını sevirsənsə, Allah üçün bunu ona bildir. Mütləq. Bu Peyğəmbər s.ə.v-in sünnəsidir. Hətta gəlib hədislərdə ki, dəyərli qardaşlarım, sahabələrdən biri gəlir Rasulullah s.ə.v-in yanına, deyir ki, ya Rasulullah, deyir ki, bəs mən filan kəsi deyir, sevirəm deyir. Bu adamı deyir, Allah üçün deyir, sevirəm deyir. Və Allah Rasulü ona deyir ki, sən deyir, bu sevgini, yəni onu istədiyini Allah üçün ona bildirmirsən, o deyir ki, xeyirdir, bildirməmişəm deyir. Allah Rasulü buyurur, get deyir, onun sevdiyini ona deyir. O həmin adam gəlir o kimin sənin yanına və deyir ki, inni uhibbuka fillah. Yəni mən səni Allah üçün sevirəm. Cavabında isə əhbəkəlləzi əhbəbtəni ləhu. Yəni mən də sən sevdiyin xatirinə, yəni kimin üçün məni sevirsənsə, Allah da səni bir sevsin. İnni uhibbuka fillah. Yəni səni Allah üçün sevirəm. Ona görə də Allah Rasulunun zamanında sahabələr bir-birini istəyirlərsə Allah üçün o sevgini onlara bildirirlər. Necə ki, başqa bir rəvayətdə gəlir ki, qardaşını Allah üçün sevən ona bildirsin. Həqiqətən o yoldaşlıqda xeyirli və sevgi bağlarını daha da nə edir? Möhkəmləndirir müsəlman arasında. Daha da möhkəmləndirir.